Biz necədir? Həm də mən hardasa haqq kazandırıram. Paşinyan əgər burada hansısa bir qaydaları belə deyək də pozub nələrsə edərsə, bunu haqq kazandırıram. Çünki Rusiyanın çobut müdaxiləsinə, qaba müdaxiləsinə kazandırılacaq heç bir haqq yoxdur. Yəni onun qarşılığını Paşinyan bu şəkildə verəcəkdirsə, qoy versin. Mən məsələn şəxsən formal baxımdan o pozuntu kimi görünə bilər, amma əslində mahiyyətcə bəli belə demokratiyanın müdafiəsidir. Bəli, demokratiya mahiyyətcə tamamilə pənahə doğru buyurun. Mahiyyətcə o demokratiyanın müdafiəsidir. Çünki sizin nə haqqınız var ki, bax Putin başda olmaqla biz artıq bir aydan çoxdur intensiv bu müdaxiləni görürük. Hədələyirdilər, açıq formada, təhdid edirdilər. İndi o təhdidlə bağlı mən fikirlərimi də deyəcəm burada. İqtisadi blokdur bir balaca, Pənah bəy ölkəmizin baş naziri olubdur. Pənah bəy, demək, burada bunların ümumiyyətlə ticarət dövriyyəsində hələ keçmişdən, Paşinyan Qarabağ Azərbaycandır deməmişdən öncəyə qədər bunların ticarət dövriyyəsində çox böyük bir saxtakarlıq vardır. Rusiyanın, Ermənistanın demək, ticarət dövriyyəsində. Belə deyək də, qısa iki kəlmə ilə ifadə edəsək, Ermənistan Rusiyanı, Avropanın və dünyanın tətbiq elədiyi sanksiyalardan məharətlə yayındırır. Fikret müəllim, çox özür istəyirəm, ermənilərin də Ermənistan sözünü işlətməyək. Əsrlər boyu bu işlərlə məşğul olublar və əslində açıqcası, doğrudan da elə. Doğrudur, düz deyil. Bütün Hindistandan, Çindən hətta üzü bəri, Xristian Avropası ilə ticarətin bir növ maklerləri bunlar olur.